Hər vaxt xeyir olsun değerli izləyicilərimiz, traderlər, əmkarlar, iqtisadçılar. Bugün martın 17'si olan texnik analiz nəzər çatdıracağım və YouTube kanalında ətraflı videonun ardına baxa bilərsiniz. Qafar İmanverdiyev yazın və ətraflı baxa bilərsiniz. Gəlin keçək biz baxaq görək cümə günü nələr baş verdi. Yəni cümə günü təbii ki gündəmdə olan qızıl idi və qızıl rekord səviyyəsinə 3004.600'lərə qədər. Yəni platformaların fərqli, bəzi platformalarda isə 3005 dollara kadar yani yükseldi. Bunu biz geçen seslendirmiştik. Yani 3000'i rahat bir şekilde kesecek ve geçti de. Yani ilin evvelinde de bu hafta söhbət açmıştık. Bugün neler baş verecek? Yani bugün dünen Bitcoin'de yani maraqlı hadisələr baş verdi. Yani funtun dolar rəqabətinə bugün baxaq. Funtun dolar rəqabəti bu hafta full olarak yani çok vacib xəbərlər var. Yani dikkatli olun. Bugün funtun dolar rəqabətində gündəlik missiya 709 pips, yani deyək ki 70 pip de deyirlər. Ümumi olarak yani cümə günü 480 pips, yani aşağı doğru istiqamət, 48 pip aşağı doğru istiqamət davam ettirir. Bugün alış əməliyyatları 1.29550'lərdən sonra formalaşarsa alış əməliyyatları gəlir. Satış əməliyyatları isə 1.29200'lərdən gəlir. Euronun olan rəqabəti gəldidə isə Euronun olan rəqabəti təqribən gündəlik isə 800 dollara yaxındır. Yəni 80 pipli bir hərəkətinə yaddaşlarda qaldı. Təbii ki bugün birinci günü sırf olaraq texniki analiz əsasında deyəcəkdim, amma vacib xəbərlər var. Yerli saatdan 16:30'da Amerikada çıxan xəbərlər var. Mütləq izləmək lazımdır onu. Alış əməliyyatlarına keçməmişdən qabaq cümə günü 826 pips yuxarı doğru istiqamətə davam etdirdi. Yəni pips deyəndə əzizlərim, platformaya asılı, yəni deyək ki 4 rəqəmdən sonra 2 rəqəmlərdən asılı. Eləsi var 2 rəqəmli, eləsi var 3 rəqəmli, ona görə pipslər dəyişilir. Bay əməliyyatları 1.09'lardan sonra gələrsə bay əməliyyatları, sel əməliyyatları 1.08450'lərdən gələcək. Keçək biz qızıla, qızıl cümə günü nə idi? Yəni ümumi missiya, gündəlik missiya 40 dollardı. Cümə günü yeni bir maksimum rekord səviyyəni divergensiya yaratmaq üçün 3004'lərə qədər, 3005'lərə qədər qalxdı və oradan təbii ki 25 dollar səhər yüksəlişlə həmin nöqtəni yenilədi və ondan sonra isə 26 dollara bir koreksiyada yaddaşlarda qaldı. Bugün alış əməliyyatları 2996'lardan gələrsə, formalaşarsa, yəni qiymət 3015, 3025 və 3035'lərə qədər yüksəlməsi gözlənir. Satış əməliyyatları isə 2978'lərdən bugün formalaşarsa, təbii ki 2948 və 2940'lara qədər enəcək. Keçək biz neftə, növt, təbii ki bugün crude oil'da, future sportlarda da gaplərlə açıldı. Bugün gapləri bağlayacağım ama bağlayamayacağım. Deyək ki crude oil geçen hafta 70.10'lardan bağlamıştı. Bugün səhər saatlarında 71.40'lar, 41'lərə qədər qalxdı. Amma future spot isə 70.50'lərlə bağlamıştı. 71-79'lara qədər yüksəldi. Bay əməliyyatları future spotlarda çox güzel. Crude oil'da bay əməliyyatları 71'lərdən, sel əməliyyatları isə 70-50'lərdən. Future spotlarda isə bay əməliyyatları 71-30'larda, sel əməliyyatları 70-85'lərdədir. Keçək biz Bitcoin'e. Bitcoin dünən çox maraqlı hərəkət edir. Bugün alış nöqtələri 83.9'lərdə, satışlar isə 83'lərdən gələcək. Dünən 2000 dollarlıq aşağı indi, sonradan yeniden yukarı 2600 dolları yukarı qalxdı. Təzədən yeniden satış əməliyyatlarına 2300 dollar aşağı indi. Yəni çox gözəl bir hərəkət edir. Təbii ki bazar günü olduğu üçün hamı istirahatdaydı. Keçək biz Nasdaq, S&P Dow Jones'da. Nasdaq, S&P Dow Jones'da bugün alış əməliyyatları, Nasdaq'da alış əməliyyatları 19632, satışlar isə 19521. Satışlar keçək bir S&P'de alışlar 5619'lar, satışlar isə 5589'lar olacaq. Amma Dow Jones'da isə 41.000 alışlar 41.422, satışlar isə 41.171'lərdir. Amma nəzər çatdırım ki 5-ci gün bizim alış əməliyyatları demişdik. Təbii ki bütün Nasdaq, S&P Dow Jones'lar yəni alış əməliyyatlarında yaddaşları qaldı. Və keçək biz bugün Türk lirasına 36-3.80'lardadır. Keçək USD Japon yenində, USD Japon yeni alış əməliyyatları 149-150'lər, satışlar isə 148-800'lərdir. USD frank isə dollar, frank isə alış əməliyyatları 0.88-600'lər, satışlar isə 88-200'lərdəndir.
Funtun Yaponiya rəqabətində alışlar 192.900-lər, satışlar 192.400-lər. Funtun Frankon rəqabətə alışlar 1.14.550-lər, satışlar isə 1.14.200-lərdir. Belə əzizlərim, özünüzə yaxşı baxın, görüşmək ümidi ilə sabah çərşənbədə. Çərşənbənizi də qabaqcadan təbrik edirəm. Sağ olun, görüşmək ümidi ilə.